Tək şəxsiyyət vəsiqəsi ilə ipoteka krediti almaq mümkündür? Bəli, mümkündür. Sadəcə gəlirləriniz, ailə vəziyyətiniz və digər bu kimi məlumatlar elektron sistemdə öz əksini tapmalıdır. Bank sizin sənədləri elektron sistem vasitəsilə əldə edə bilirsə, tək şəxsiyyət vəsiqəsi ilə sizə ipoteka krediti ayıra biləcək. Sizin rəsmi gəliriniz istədiyiniz kredit məbləğinə kifayət etmirsə, təəssüflənməyə dəyməz. Nə edə bilərsiniz? İpoteka krediti almaq üçün ailə üzvləri birgə borcalan kimi iştirak edə bilər. Lakin 3 nəfərdən artıq olmamalıdır. Yəni, hər 3 ailə üzvünün rəsmi qazancı birgə sayılacaq. Burada bir məqam var ki, birgə borcalan qismində yalnız yaxın ailə üzvləri, ər-arvad, bacı-qardaş, övlad və valideynlər, eləcə də baba və nənələr çıxış edə bilər. Bəs ipoteka krediti hansı mənzillərin alınmasına verilir? Fərdi, bağ evləri, eləcə də çox mənzilli binalarda olan mənzillər ipoteka krediti ilə əldə edilə bilər. Lakin çıxarış mütləq olmalıdır.